alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salatü şerifler olsun. Əziz değerli kardeşlerim, Allah'ın rəhməti, bərəkəti cümləmizin ve bütün ümmeti Muhammedin üzerine olsun. Bugünkü vəz mövzumuz müminlerin birbirine, Müslümanların birbirine kardeş kimi rəftar etmesi haqqda olacaq inşallah. Bəzi ince meseleler var ki, her zaman olduğu kimi inşallah hadis-i şəriflərin üzerinden inşallah mütaliə eləməyə çalışsın Allah'ın izniyle. Bilirsiniz ki, Kur'an-ı Kerim bir Müslümanın, yani mən Müslümanam deyən şəxsin birinci növbədə qaynağıdır. Yani dəlilidir. Gedeceği yolu tərtib ettiği zaman ilk önce müraciət edeceğimiz nədir? Kitap Kur'an-ı Kerim'dir. Ve bütün dünyada ne kadar eserler var, ne kadar kitaplar var, fəzilətli mövzular varsa, hamısının təməlində Kur'an var. Hamısı Kur'an'ın təfsiridir, Kur'an'dan süzülmə kəlmələrdir, hikmətlərdir. Kur'an'da Allah Azze ve Celle ne deyir? Hucurat Surəsinin 10. ayetinde Estağfirullah, innemel mu'minine ihvetun. Bütün şüphesiz, innemel şüphesiz bütün müminler kardeştirler. Ona göre kardeş kəlməsində bəzən biz Müslüman olarak, insan olarak, aciz olarak maşallahlar, inşallahlar bize vərdiş halında olur. Yani maşallah, inşallah gələcəm, inşallah eləyəcəm diye o inşallah artık şablon halına gelir. Ama onun mənasını dərk ettiğimiz zaman ve onu hayatımızda uyguladığımız zaman ve onun o kəlmənin sahibi kim olduğunu dərk ettiğimiz zaman, müraciətimizi kime ünvalladığımızı dərk ettiğimiz zaman, bak o artık başka bir hal olur. Yani dərk etmediğimiz zaman sadece bir kəlmə olarak dilimizde adet haline geldiği zaman onun bir anlamı kalmır. Açığı. Ona göre de indi bunu niye söyledim? Bəzən yani hayatımızda maşallahlar, inşallahlar çoxdur. Ama şablon olaraktır bəzən. Ona göre o bizim hayatımıza yansımalıdır. İnşallah dediğimiz zaman Allah izin verirse ona sarılmak, ona tevekkül etmektir. Yani bir şeyden maşallah demek de yani bütün güzellikler Allah'tandır ve her bir emelimizde, niyetimizde Allah'a yönetmektir. Yani biz insanız, bilirsiniz ki insanın sevdiğine bile ne olur? Nezeri var. Sevdiğine bile nezeri var. Yani bir şey gördüğümüz zaman ona belə deyək loruza paxıllıq etməmək lazımdır. Yani bir güzellik gördüğü zaman sıra ne armaq lazımdır? Maşallah. Hemen anında ne demek lazım? Maşallah demek lazımdır. Çünkü bunu da severek söylemek lazımdır. Sanki onu qorumaq niyetinden söylemek lazımdır. Eyni de bugünkü mövzumuz da qardaşlıq dediğimiz zaman İxvetun dediği Kur'an-ı Kerim ifadesini şablon olarak değil, əxi, qardaş, həqiqi ayete, yani ayeti hissederek diyeceğin kardeşten söhbət gedir. Allah'ın elan ettiği kardeşten söhbət gedir. Allah'ın beyan ettiği kardeşten söhbət gedir. Ona göre bugünkü mövzumuz daha çok kardeşliğimizi daha çok sıx, yani bütün menfi obrazlardan, insanlardan ve xasiyyətlərimizdən uzak tutarak müsbətə yönətməyə inşallah çalışacağım Allah'ın izniyle. Yani bunun üçün birinci növbədə əziz değerli kardeşlerim, her bir əməlimizdə nəfsimizi kənara qoyacağıq. Yani bugün sənə kömək edən, yardım edən, sənə əl tutan insana ağız dolusuyla əxi, qardaşım deyirsən. Amma bir gün qapısını döydüyün zaman ondan əldə edə biləcəyin şeyə, istəyəcəyin şey əldə etmədiyin zaman artıq bu qardaşlıqdan çıxır. Bu qardaşlıq deyil yani. Baxın, bu qardaşlıq deyildir. İnşallah bu hədislər üzərindən inşallah bunu danışacağıq. Birinci növbədə bir-birini, yəni Allah rızası üçün sevməkdir. Qardaş dediyimiz zaman Allah rızası olmalıdır. Bilirsiniz ki,
Hər bir əməlimizdə ixlas olmalıdır. İxlas nədir? Allah rızası. Əgər Allahın rızası olmazsa, orada demək ki, nə var? Dünyalıq var. Orada nəfsani bir şeylər var. Yəni, Allahın rızası olmadığı yerdə də nə rəhmət var, nə bərəkət var. Yəni, müvəqqəti olacaqdır. Onun ömrü az olacaqdır. O qardaşlığın da ömrü az olacaqdır. O yoldaşlığın da ömrü az olacaqdır. Hətta yaxın bildiyimiz, ailə qurduğumuz zaman, gənclər, subaylar buradan eşidin məni, ailə qurduğumuz zaman bilə, yəni o da Allah rızasını olmalıdır. Demək, Allahın rızasını orada da axtarmalıyıq. Nəyə görə? Dinimi tamamlayıram mən. Bir ümmət-i Muhammedin daha çoxalmasına vəsilə oluram. Daha çox hansısa bir ailə üzvünün, evlənəcəyin o insanı ibadət etməsinə, gözəl bir şəkildə Allaha qul olmasına vəsilə olmaq. Mən ona dəstək olacağım, o da mənə dəstək olacaqdır. Allaha gözəl bir şəkildə qulluq eləyəcəyik. Rəbbimizə unutmayacağıq. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem yolundan geçəcəyik deyə o niyyətlənərsə, inanın ki, onun evliliyi də ibadətdir. Baxın, onun evliliyi də ibadətdir. Bu arada bunu söyləmiş olum, yəni mövzumuz olmasa da bir dənə buradan az da olsa bir mövzuya girim çıxım. Evlilik məsələsində düz mövzumuz da öyle. Amma Allah rızası üçün bunu nəfsimiz üçün söyləmirik. Təbii ki, bir toplumun, bir cəmiyyətin sağlam olması üçün şuurlu bir şəkildə, yəni kamil bir şəkildə ailə olmalıdır. Bugün ailələrdə də ən çox dağılmasına vəsil olan, səbəb olan bu ikinci evliliklərdir. Açığı deyək, bəzən çox qarşımıza çıxır. Yəni, ağız dolusu ilə gözəl bir şəkildə hədisləri ortaya gətirərək, sünnə deyərək, ailə mövzusunda elə qəşəng mövzular hazırlanır ki, amma onu qorumaqda hazırlanır. Ona görə əlimizdə olanın qədrini bilmək lazımdır birinci növbədə. Bu sözüm kimlərə xitabdır? Təbii ki, qadınlara deyil, kişilərə xitabdır. Bugün ailə qurmaq istəyən insanlar əlbəttə ki, dinimizdə haram deyil. Amma sənin o yaşatdığın travma, övladlarına, ailənə, o sənin o arzu istəklərini gerdə qoyur. Ona görə bunu düzgün bir şəkildə düşünmək lazımdır. Düzgün bir şəkildə təfəkkür edərək addım atmaq lazımdır. Ona görə birinci insan bilirsiniz ki, əməliyyat masasına yatırmamış nağarırlar insanları. Birinci ona müalicə edirlər, sistem vururlar ki, onun bədəni, omiteti düzgün gücü çatsın. Hər insana həmən əməliyyata getirilərmi? Yəni, əməliyyat olunurmu? Xeyr. Bədən hazırlanmalıdır. Ona görə sən ikinci evliliyi düşünən müsəlman qardaşım, o travmanı yaşatacaqsan, eləmə o şeyi. Baxın, cəmiyyət pozula gedir o yöndən. Çünki cəmiyyəti saxlayan sağlam ailələrdir. Bax, unutmayın. Bir toplumu, ona görə o şeylərə diqqət edəyim. Bir-birini Allah rızasını sevməkdə, yəni bunu misal çəkdik ki, həqiqətən də evliliklər bilə, halal quracağın ailə bilə Allah rızasını varsa bir ibadət savabı vardır. Allah Resulü sallallahu aleyhi ve sellem imanın dadını almağın 3 şərtindən biri, baxın, imanın dadını almaq, imandan bəhsidir. Bilirsiniz ki, iman olmadan yəni qurtuluş yoxdur. Birinci o qapı, məscidə gedirəm deyədən qapıdan keçsən, o qapı imandır. İman etməkdir yəni. La ilahə illallah Muhammedur Resulullah. Buna şübhən varsa getdin. Sənin imanın səhih deyildir. Mən Allaha inanıram, Qurana inanıram, amma Peyğəmbərə inanmıram. Dedisə, imanı səhih deyildir. 6 şərti var, baxın. Necə ki, bu məscidin sütunları olmazsa, məscidin yuxarı tabanı aşağı düşər, gələr, uçular. Yəni, iman etdim deyən şəxs 6 şərti var. Onun biccəciyini ihmal etsə, kusura baxmasın, onun imanı səhih deyildir. Onu burada yenə bir təkrarlamış olaq ki, bilinsin. Bilənlər bilir təbii ki. Allahın varlığına və birliyinə inanacaqsın, qardaş. İman etdin mi, müsəlman deyirsənmi? Allahın varlığına və birliyinə inanacaqsın. Allahın mələklərinə inanacaqsın. Onu gözünlə gördün mü?
4 bilirsiniz ki, onun 3'ü təhrif olunmuş. Biri isə son Quran-ı Kerim. Qiyamətə qədər Allah Azza və Cəllə onun zikri biz yolladık, onu biz qoruyacağıq. O Allahın vədidir. O kitablara inanmaq. Nədir o kitablar? Tövrat, Zəbur, İncil, Quran-ı Kerim. Onun 3'ü tahrif olunmuş, bilirsiniz. Bütün dünya bunu bilir. Amma onun sonunda kitab Quran-ı Kerim isə tahrif olunmamış. Onu heç kim, o işte onun möcüzəsidir. Heç kim bunu dəyişə bilməz. Yəni kitablara iman edəcəksin. Nə dedik? Allahın varlığına, birliyinə inanmaq, mələklərə inanmaq, kitablarına inanmaq, xeyir, şərrin, peyğəmbərlərə inanmaq. Quran-ı Kerimdə 25 peyğəmbərin ismi keçir, rəvayətlərdə 124 min, 224 min peyğəmbərlər keçir. Yəni peyğəmbərlərə inanmaq, onlar Allahın elçiləridir. Xeyir, şər, Allahdan olduğuna inanmaq, xayrihi və şərrihi minallahu Teala. Yəni xeyir, şər Allahdandır. Allah izin verməsə nə şər baş verə bilər, nə də xeyir baş verə bilər. Sadəcə Allah bizə cüzi iradə vermişdir, seçim iradəsini. Biz ondan imtihan olacağıq. Külli iradə Allaha məxsusdur. Və ən önəmlisi, imanın ən belə zədələdiyi bəzi toplumlar, öldükdən sonra dirilməyə inanmaq. İnanmırsanmı öldükdən sonra dirilməyə inanmaq? İmanın yoxdur. Kusura baxmasın. İmanın şərtinə inandasan, dost doğru inandasan, yoxsa iman yoxdur. Bunlar hamısı bir-birinə bağlıdır. Yəni bunu niyə söylədik əziz qardaşlar? Yəni imanın dadını almağın üç şərtindən biri, baxın, gör imana hardan gəldik. İman dediğimiz məfhum. Bir-birini Allah rızasını sevməkdir. Baxın, imanın dadını almağa yönəldir Allah Resulü sallallahu aleyhi ve sellem. Bir-birini Allah üçün sevənləri. Zaten hədis şərifdə nə deyirik biz hər zaman? O hədisi hər zaman canlandırırıq. Çünki ehtiyacımız var o hədisi. Bəzi hədislər var ki, onu tez-tez söyləyirik. Çünki onu niyə görə yaşamalıyıq? Yaşamazsa olmaz, yəni olmaz. Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız. İman etməzsəniz cənnətə girənməzsiniz. Qardaş, İnnəməl mu'minunə ixvətun. O ayəti yaşamaq lazımdır. Onun içində sevgi var. Qardaşlar, bir-birini sevəcəkdir. İxtilaf qiyamətə qədər var. Çünki Allah möhlət verdi şeytana. Allah bizim nəfis olan yaratdışımızdır. İxtilaf olacaqdır. Amma ümmətimin ixtilafı rəhmətdir deyə o rəhmətə çevirdirsən o ixtilafı, fitnəyə deyil. Fərqli görüşlər olacaqdır. Normaldır. Amma o fitnəyə deyil, rəhmətə çevrilməlidir. Buna da diqqət etməliyik. Bəzən çəkinirik, bəzən utanırıq, bəzən də deyirsən riyakarıq, xeyr. İndi az öncə bir hədis oxuyacağım inşallah. Ahmet bin Hanbəldə gələn bir hədisdir. Muaz radiyallahu anh rəvayət olmuşdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muaz radiyallahu anh, bax, üzünə qarşı ey Muaz, ya Muaz, vallahi deyir, səni çox sevirəm deyir. Bax, sünnədir bunu. Yəni, riyakarlıq deyil o. Həqiqətən də qəlbində o insana qarşı sevgin varsa, sünnət yaşamaq istəyən qardaş, sünnət yaşa. Dinlə, Allah üçün səni çox istəyirəm. Bu kəlmə biraz məsuliyyətlidir, içində yoxdursa riyakarlıqdır. Həqiqətən də qəlbində aşk, sevgi varsa o insan, mümini sevməsindən söhbət gedir. Və birisi 7 zümrədən də bir nədir? Allah üçün bir-birini sevənlər arşın kölgəsi altında olacaqdır qiyamət günü. Nə deyəcək inşallah bir-birimizə sevdiyimizi insana təbii ki, mən Allah rızasını səni sevirəm. Çünki o insan, o elə bir sevgidir ki, orada heç bir dünyalıq yoxdur. Orada heç bir mənfəət yoxdur. O sevginin içində Allah rızası vardır. Yəni o sevdiyin insan ona yaxınlaşdığı zaman, onun simasına baxdığın zaman Allah'ı xatırladır, Resulullah Efendimiz xatırladır. İşte sevgi budur, ixlas. Allah üçün sevmək budur. Yəni gör, biz hansı halda olmalıyıq ki, o bir-birimizə onu rahat bir şəkildə deyək yəni. Səni Allah'ı xatırladacaq biri olmalıyıq. Allah cümləmizi, başda öz nəfsimi, Allah'ı xatırladacaq,
Resulullah Efendimiz sallallahu aleyhi ve sellemin sünnetini hatırladacaq, Resulullah hatırladacaq əməllər etməyi nəsib eyləsin ki, və qarşımızda müsəlmanlar da bir-birimizə o kəlməni rahat bir şəkildə söyləyək. Bir də, əziz dəyərli qardaşlarım, qardaşlığı yəni möhkəmləndirməyin, yəni sıx qardaşlıq əlaqələrini bir arada yaşatmağın səbəblərindən də biri yaxşılığı unutmamaqdır. Baxın, biz bilirsiniz ki, insan unutqan bir varlıqdır. Nisyan kökündən gəlmişdir. İsyan edən, unutqan bir varlıqdır. Biz unuduruq. Amma çalışmaq lazımdır ki, biz hər zaman söyləyirik ki, yəni yaxşılığı, sənə edilən yaxşılığı unutma. Sənin etdiyin yaxşılığı amma unut. Çünki sənə nağarar, səni rahatlığa qovuşdurar. Sənə kibir gətirər, riyakarlıq gətirər. Etdiyin yaxşılıqları unut. Amma qarşıdan gələn hər kəs özünə götürsün bunu. Qarşıdan gələn yaxşılığı unutmasın. İşte o da möminə aid, yəni yaraşmayan bir sifətlərdir. Nədir? Allah Resulü sallallahu aleyhi ve sellem insanlara təşəkkür etməyən Allaha da haqqı ilə şükür edə bilməz. Yəni, təşəkkür edən bir insan, o elə bir quldur ki, Allahın elə bir quldur ki, yəni Allaha da şükür edən bir quldur. Yəni. Bunlar hamısı, belə deyək, ələkdən keçmiş əməllərdir. Yəni. Allah Resulü sallallahu aleyhi ve sellemin söylədiyi hər bir söz, bilirsiniz ki, nəfsindən deyilir. Həqiqətən də təşəkkür etmə qabiliyyəti olmayan insan da demək ki, Allaha da az şükür edən insandır. Bunu da nəticəyə varmaq lazımdır. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem bir hədisdə də xanımlara belə deyək, söylənmiş bir hədisdir. Amma mən bu hədisin üzərindən onlara belə deyək, tənqid etmək niyyətim yoxdur. Tənqid etmək niyyətim yoxdur. Bilirsiniz ki, bəzi məsələlər var ki, yəni ailə qurduğun zaman bəzi məsələlərin ən öndə gələni, ən başda gələni qarşılıqlıdır. Yəni, ailə münasibətlərində özəlliklə. Yəni, sən öz həyat yoldaşının, xanımının hörmətini saxlama, ancaq ondan hörmət gözlə. Necə ola bilər? Hansı ədalətdən danışa bilərik? Bunu söyləyirəm ki, qabaqcadan söyləyirəm ki, bu hədis sırf xanımlara xitab etmiş kimi görünməsin, eşitilməsin. Baxın, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem nə deyir? Ərlərinin etdiyi yaxşılıqları görməzdən gələn, həyat yoldaşlarının yaxşılıqlarını görməzdən gələn və onlardan heç yaxşılıq görmədiklərini iddia edən qadınların bu davranışlarını tənqid etmiş Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem və onların buna görə cəhənnəmə girəcəklərini bildirmişdir. Yəni, başqa bir hədisdə deyir, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur bunu. Təbii ki, bu hamıya şamil deyil. Bütün xanımlara, qadınlara şamil deyil. Bu əmələ sahib olanlara şamildir ki, onlara deyir, o qədər edərsən, bir dəfə deyir, hansısa bir belə deyək da, zəif yerindən onun xətrinə dəyərsən, yəni, hər kəsin bir zəif yeri var. Yəni, hər kəs kamil deyil. İstir kişi, istir qadın. Və sonra qaydar sənə nə deyər? Sən mənə nə etmirsən ki? Ömür boyu kişi qazanır, gətirir, əziyyətini çəkir, nə var nə var? Bir dəfə nəsə xətrinə deyir və yaxud da sındırır, qəlbini qırır, o zaman bütün ömür boyuna sən mənə nə etmirsən deyir. Bunu hədis-i şərifdə deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Yəni, əlbəttə ki, əbədi cəhənnəm deyil. Hər bilirsiniz ki, cəhənnəm tək kafirlərə, münafiqlərə, müşriklərə aid deyildir. Cəhənnəm tək kafirlərə, müşriklərə, münafiqlərə aid deyildir. Heç kim olmayacaq ki, deyir, o cəhənnəmi görməsin, deyir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmə belə cəhənnəm göstərilmişdir. Və nə deyir? Mənim şəfayətim mənim günahkar ümmətimədir. Yəni, insanlar, müsəlman belə olsan, çünki iman etdiyindən dolayı əbədi qalmayacaqsın orada. Bu bir ayət kəlmə və hədislərə baxdığımız zaman. Amma cəzası vardır. Bəzi əməllərimizin cəhənnəmdə cəzası vardır.
Baxın, unutmayın onu. Müsəlmanlara aiddir ha bu sözüm. Yəni kafirlər zaten bəllidir. Əbədi. Xalidinə fiyhə. Əbədi orada qalacaqlar. Yəni, deməyəyin ki, bəzən cahillər deyir, müsəlman mömin toplumdan uzaq, cahillər deyir, əvvəl axır yəni getməyəcək yəni ora. Baxın, bir hədis şərifdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, cəhənnəmin ən xəfif əzabı, insanların ayağından ateş vurar və beyinləri pakka qaynayar. Hədis şərif. Ən xəfif əzabı. Heç kim ora girmək istəməz. O elə bir Allah qorusun, elə bir əzabdır ki, ora, o anda nə deyir? Heç kim bir-birinə baxmayacaqdır. Övlad valideyndən qaçsa, valideyn övladdan qaçsa, canım, aşkım, sevgilim, ürəyimi verərəm sənə, ürək, gözüm, nə bilim, deyənlər orada keçərli deyildir. Hamı özünü düşüncəyəcək. Çünki o hesab var ha. O hesab, Allah o çətin andan cümləmizi qorusun. Allah rəhmətindən bizi ayırmasın. Çox çətindir. Çünki həqiqətən iman etmiş bir insan ayətləri təfəkkür etdiyimiz zaman həqiqətən də yəni Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir hədis şərifində? Siz mənim bildiyimi bilsəydiniz, siz mənim gördüyümü görsəydiniz deyir. Alnınızı səcdədən ayırmazdınız deyir. Çünki bizdə qəflət pərdəsi var. Biz onu görmürük. O da bir təbii ki imtihandır. Ona görə bu imtihanı dünyası bizi aldatmasın. Bizi bu var dövlətlər, pullar, bahalı maşınlarımız, çoxlu evlərimiz bizi aldatmasın. Bax, hazdadırlar. İnşallah az qalıbdır. Gəlirlər, hazlarımız, zəbarlar gəlir. Yəni Allah, buradan özəlinə də dua etmiş oluruq. O hac üçün qardaşlar, yollayan qardaşlar var və özü də gedən qardaşlar var. Allah onların 1000 qat, onların malına, canına bərəkət versin. Belə nə qədər ürək istəyirsiniz, yəni gedin. Bəzi ağzı göyçəklər, ora getdiyim pulu başqa şey yatırardım. İnanın ki, elə o hacca gedən insan da, yatıran insanlar da eləyən insanlardır. Hədisdən inşallah, bir rəvayətdən inşallah bitirmiş olaq. Əbu İdris Əl-Xavlani Həzrətləri Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfat etdikdən 4 yaşında idi. Amma sahabə olamadı, yəni görə bilmədi onu o şəkildə. Tabinlərdən sayılır. Birisi ki, sahabə Rasulullah Efendimiz'i görən nəsildir. Görən və onu eşidən nəsildir. Əbu İdris Suriyədə yaşadığı bir hadisəni belə nəql edir. Həmən tabin nəsilindən olan Əbu İdris. Bir gün deyir, Dəməşq məscidində girdim deyir, orada bir nəfər gənc var idi. Və hər dəfə görürəm ki, o gənc oturur, əyləşir məsciddə və onun ətrafında nə qədər sahabələr yığılır. Və ondan məsləhət alırlar, ondan pozitiv bir hal var. Yəni, kənardan bir, gözəl bir aura var. Və bir gün deyir, mən yenə deyir, məscidə gəldim, məndən qabaq deyir, o adamı gördüm orada, yaxınlaşdım və o adama dedim ki, sən kimsən? O da mənə qarşılıq cavab verərək, mən Muazam, Muaz bin Cəbəl radiyallahu anh. Və qayıdıb deyə ona dedim ki, deyir, vallahi deyir, səni Allah üçün sevirəm. Bax, bəzən içimizdə o cəzbə dediyimiz hal var ha. Bəzən misalsın, sevinç hallarımız var bizim bəzən, olur. Hamı yaşayır. Sevinç olur, sevinç yaşayır misalsın. Nəysə əldə, Allah bizə nəsə bir şey ikram edirmi, nəsə işimiz rast gətirmi, sevinirik. Deyir, sevindiyimi uçuramaz qala. Çox xoşbəxtəm, deyirik ya o halı. Bax, işte o duygu var ha, o atmosfer, o anda gələrsə səhihdir o. Mən Allah üçün səni sevirəm demək. Və Muaz bin Cəbəl radiyallahu deyir ki, baxın, o cümləsinə, o sualına qarşı sən həqiqətənmi Allah üçün mən sevirsən deyir. Bəli, dediyi zaman o Resulullah Efendimiz sallallahu aleyhi ve sellem belə buyurduğunu eşitdim deyə hədisi rəvayət edir. Uca Allah buyurur, mənə görə bir-birlərini sevənlərə, mənə görə birlikdə oturub söhbət edənlərə, məsələn, bəzən qardaşlar deyir, gedək bir oturub bir çay çək.
Bir Allah üçün bir hasbihal eləyək. Nəfsimiz yox ha. Allah üçün oturur. Və mənə görə bir-birlərini ziyarət edənlərə və mənə görə fədakarlıq edənlərə məhəbbətim vacib olmuşdur, deyir Allah Azza və Cəllə. Baxın, Allahın sevgisini qazanmış oluruq. Allah cümləmizi bu anı birinci növbədə bizi qardaşlıq olaraq, həqiqi qardaş olaraq bir-birimizi sevməyi nəsib eləsin. Çünki çox ehtiyacımız var. Baxın, müsəlman müsəlmanın dostudur, qardaşıdır. Unutmayalım. Bir-birimizin qədrini biləyin. Bir-birimizə dəstək olalım. O paxıllıq, o qeybət, bir-birinin arkasında iş çevirmək, o anı, o yaşadığın zaman bu ayəti xatırla. İnnəməl mu'mininu ixvətür. Bütün möminlər qardaşdır. Bunu Allah elan etmiş. Allaha qarşı çıxmamaq lazımdır. Allah cümləmizi nəfsimizdən baş-başa buraxmasın. Allah cümləmizi həqiqi birimizə qardaş olmağı nəsib eləsin və yardım eləsin. Amin.